Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Demək, ölkə təhsilində maraqlı hadisələr baş verir. Əslində sabah mən bir video çəkəcəkdim. Demək, bir yadınıza gəlirsə, may-aprel aylarında Bakı şəhərində yerləşən 201 nömrəli məktəbin direktorunun səs yazısı yazılmışdı. Yayılmışdı, hətta mən də bu məsələ ilə bağlı münasibət bildirmişdim. Və nəticə olaraq hamı gözləyirdi ki, Bakı Şəhər Təhsil İdarəsi, Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Naziri şəxsən Emin Əmrullayev məsələyə münasibət bildirəcək və iyulun heç bir münasibət olmadı. İyulun 10-da Ada Universitetində briefing zamanı jurnalistlərin sualına, yəqin ki o video qarşınıza çıxıb, jurnalistlərin sualına Emin Əmrullayev cavab verir, zaldan soruşur, yəqin ki köməkçilərindən soruşur. Səlahiyyətli şəxslərdən soruşur ki, o direktorun axırı necə oldu? Onlar da deyir ki, işdən çıxartmışıq. Əslində məzuniyyət dövründə işdən çıxartmaq olmaz. Sadəcə qanunvericiden anlayışı olmayan Emin Əmrullayev deyir, bax görürsünüz, işdən çıxartmışıq. Həmin dırnaqarası işdən çıxarılan məktəb direktoru ondan şikayət edən 3 müəllimi dünən işdən çıxardıb. Mənim Emin Əmrullayeva bir yerdə yazığım gəlir. Ölkənin təhsilindən tamamilə bir xəbərdir. Sonuncu videoda dediyim kimi, küçəyə gəlirlər kimi olub otaqda, oturub otaqda və ölkə təhsili sanki sürət qutusundan çıxmış, Rusca buna xalastoy deyirlər, maşın kimi gedir. Emin Əmrullayevin Azərbaycan təhsilindən demək olar ki, tamamilə heç xəbər yoxdur. Görünən odur ki, xəbər olmaq da istəmir və vəzifədən azad olunmağını gözləyir. Amma reallıqsa budur ki, ölkə təhsilində xaos davam edir. Siz necə düşünürsünüz? Emin Əmrullayev Azərbaycan təhsilini hal-hazırda idarə edirmi və yaxud da idarə etmək iqtidarındadır? Və Emin Əmrullayevin bədbəxt günündə olmasının əsas şərtlərindən biri də odur ki, bir məktəb direktorunu çıxartmaq belə iqtidarındadır. Mən inanıram ki, həmin məktəb direktoruna görə Emin Əmrullayevə çox ciddi xəbərdarlıq edilib ki, ona toxunma günə. Və yaxud da qalanını siz deyin. Emin Əmrullayev isə ancaq yenə deyirəm, ölkə təhsilinin bugün belə bədbəxt vəziyyətə düşməsinin sadəcə bir cavabı var. Nazir özü bədbəxt günündədir. Allah təhsilimizi, dövlətimizi, millətimizi qorusun.